Sen bir veriliş aç, adın koy. Sənətkarları axtarıram. Yaddan çıxan sənətkarları axtarıram, sənət adamlarını axtarıram. Mütləq, gözəl addır. Bu adı kimsə uğurlamasın. Sizin istəyinizlə mən bunu həyata keçirəcəm. Sənətkarları axtarıram. Bəli. İnşallah. Axtar, mənim kimlərini axtar Aysel xanım. İnşallah. Yaddan çıxan sənətkarları axtar. Küşdə bucaqda qalan sənətkarları axtar. Değeri olup değerini itiren sənətkarları axtar. Kızım, heç kimin axtarmadığını axtar. Tap mənim kimisin. İnşallah. Fatma xanım, sizi çox istəyirəm. Sizə yeni yaşınızda çox şanslar arzu edirəm. Hər zaman canınız sağlam olsun. Yaş fərqimiz çox olsa da, amma mən sizi özümə dost bilirəm. Sən mənim qızlarımdan da balacasan Aysel xanım. Səni itirən itirir. Səni tapan xoşbəxtdir. Ürəyimiz. Amma itirən bədbəxtdir. Səni itirmək olmaz. Çünki sənin dostluğuna heç kimin dostluğu çatmaz. Bayaq Xəzər televiziyasında da onu qeyd elədilər, özün bilirsən. Mənə dedilər ki, biz onu çoxdan tanıyırıq. Fatma xanım, hələ sən bilmirdin, biz onu çox sevirdik, çox tanıyırdıq. Sağ olsun. Hə, sağ olsunlar. Var olun. Hamınızı sağ olun. Fatma xanım, bax, yeni yaşınızda daha nələr arzu edirsiniz? Yeni yaşımda ancaq sağlamlıq istəyirəm. Allahdan salamatçılıq istəyirəm. Tamaşaçı sevgisi istəyirəm. Bax, bir qucaq tamaşaçı sevgisi istəyirəm. Mənə tamaşaçı sevgisindən şərəfli heç nə ola bilməz. Onların sevgisi mənim həm varımdır, həm dövlətimdir, həm orderimdir, həm medalımdır. Dövlətimə qurban olum. Prezidentimə qurban olum. Onun xanımına, o da mənim balamdır. Mehriban xanıma qurban olum. Bəli, elə bir insanlar, elə bir şəxsiyyətlər bir də Allah Teala yetirməyəcəkdir. Amma bir arzum var. İstəyirəm prezidentimi yaxından görüm, lap yaxından. Onun o dəmir yumruğun, bax qoyum onu mən zadəyim, bax bunu göstər. Ürəyimin başına sıxım. Fatma xanım, mən sizi sevirəm. Bunu siz hər zaman bilirsiniz. Mən də səni sevirəm, özə yaman qəşəkləşmişsən. Doğru, çox sağ olun. Nə varmısan özünə? Heç eləməmişəm. Çox gözəlləşmişsən. Sənə dəyən gözlər partlasın, çatlasın. Amin, çox sağ olun. Həqiqi deyirəm. Ola bilər. Sizin ürəyinizin gözəlliyi ki, mənə gözəl görürsünüz. Yox, elə sən sənin daxilin də gözəldir. Sənin dünya gətirən anıya mən qurban olum ki, sənin kimi istedadlı, tərbiyəli, sənin kimi etibarlı bir gözəl aparıcı, jurnalist dünyaya gətirib. Çox sağ olun. Və bizə bəxş edib, biz sənət adamlarını axtarırsınız, arayırsınız. Harda olsa, ən dar günümdə deyirəm, belə bir şey olsa Aysel xanıma çağıracağım, ona müraciət edəcəm, ona deyəcəm. 7-24 sizin qulluğunuzdayım. Öpürəm sizi. 100 yaşayın və hər zamanda mən sizin, siz də mənim yanımda olun. İnşallah. Təşəkkürlər. Əsas odur ki, 75 illiyimi də qeyd eləyəcəm, Allah qoysa bir neçə 100 illiyinizi qeyd edək. Hə, İnşallah. İndi hələ buna gəlmişəm, buna da şükür edirəm. Şükür. Çünki nə olsun, çatırsan 50-yə, çatırsan 60-a, deyirsən Allah görən yaşaya biləcəm. Çatırsan 70'e deyirsən Sizin ilahi. 75 illiyinizdə mən edəcəm. 100 Deyirsən illiyinizdə. ilahi görən, İnşallah. görən 75'i yaşayacağım. Eğer 71'i yaşadımsa 75'i yaşamayan kişi değil.